O, sədaqətli insanıdır. Etibarlı adam olduğunu, həyatının mənası hesab elədiyi Muğama ilk gənclik illərindən ömrünün sonuna dək sadiqliyi ilə sübut etdi. Xanəndə atasından və ustadlarından Muğamın saflığını qorumaq dərslərini almış Canəli Əkbərov bu öğütlərə daim dəqiqliklə əməl etməklə yanaşı, həmin ibrətləri yeniyetmələrə də aşıladı. 10 illər keçəcək, 100 illər dəyişəcək. Müasirimiz olmuş Canəli Əkbərovun oxuları yeni nəsillərin yaşayacağı sabahlara da çatacaq. İndi olduğu kimi uzaq sabahlarda da bu yadigarlara müntəxabat, örnək kimi baxacaqlar. Bu ülgülərdən öyrənəcəklər. Səs yazma kəşflərinin hələ gələcəkdə olduğu keçmiş əsrlərdən üzübəri, ağızdan ağıza, dildən dilə, barmaqdan barmağa, yaddaşdan yaddaşa ötürülə-ötürülə indiyədək salamat gəlib çatıbsa, bunun səbəbkarları elə Canəli Əkbərov kimi muğamın təmizliyini, duruluğunu qoruyub saxlamağı bacarmış insanlar muğama, el musiqimizə sədaqətli şəxsiyyətlər olub. Canəli Əkbərov el adamı idi. Daim xalq içərisində idi. Oxuduğu muğamında səliqəli olmağı, həmişə nizamı, sahmanı hifz etməyi bacardığı kimi, insani münasibətlərində də eyni meyarlara daim riayət eləyirdi. Sənətkardan ötürü bütöv millət elə doğma ailəsi deməkdir. Ancaq sən bu böyük ailənin layiqli övladı olmaq üçün gərək əvvəlcə öz balaca ailənin, əslinin, şəcərənin içərisində nümunəvi olmağı bacarasan. Canəli Əkbərov hələ yeniyetmə yaşlarından ailənin də, nəslin də sevimlilərindən olmuşdu. Yaşa doldu, sənət aləmində şöhrətləndi, ailənin də, nəslinin də iftixarına çevrildi. Vətən doğma qucaqdır, ailə ilk ocaqdır, ocağa sadiq olan müdam yaşayacaqdır. Bu el sözünün həqiqəti elə Canəli Əkbərovun da nəsib oldu. Bu axşam unudulmaz xanəndəmizi içərisində olduğu nəslin, ailənin gözü ilə görməyə və göstərməyə çalışacağıq. Xalq artisti Canəli Əkbərovdan danışanda unudulmaz müğənnimiz Sara Qədimova söylərdi ki, o dürüst xanəndə, bütöv xanəndə, həmişə ehtiyatda 40-cı fəndə olan xanəndədir. Tükəvələ kəndi Azərbaycanın yüzlərlə irili xırdalı kəndi arasında hansısa xüsusi əlamətləri ilə seçilməyən bir balaca yaşayış məntəqəsidir. Ancaq o kənddən çıxmış bir övladın sayəsində Tükəvələ Azərbaycanın mənəviyyat, mədəniyyət xəritəsində şərəfli bir mərtəbəyə ucaldı. Canəli Əkbərov məlahətli avazı ilə
sənət üfüqlərimizin ucalıqlarında qaldıqca, öz doğma ata-baba yurdunu da, bütöv Azərbaycanı da yüksəldəcək, nurlandıracaq, şərəfləndirəcək.